Avtomobilin işıqlandırma sistemi, sükan idarə olunması, eyni zamanda keyfiyyətsiz ehtiyat hissələrinin istifadəsinə qarşı yeni qərar qəbul edilib. Bu statistikaya ciddi təsir edəcək düşünürük Avropa ölkələrindəki kimi. Nəqliyyat sektorunda yeni era başlayır. Belə ki, Antisar və İstehlak Bazarını Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edib. Həmin dövlət standartları yalnız ümumi texniki tələblərlə məhdudlaşmır. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsinin artırılması, istismar zamanı yaranan risklərin minimuma endirilməsi və beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Qapı kilidləri, sükan idarə olunma və əyləş sistemlərinin etibarlılığı, təhlükəsizlik kəmərlərinin düzgün bərk edilməsi, oturacaqların və başaltıların möhkəmliyi və sərnişinlərin qorunması baxımından dayanıqlığı, nəqliyyat vasitələrinin xarici çıxıntılarından piyadalar üçün təhlükəsizliyinin qiymətləndirilməsi, eləcə də fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin standartlara uyğunluq meyarlarını əhatə edir. Ekspertlər deyir ki, bu qərar texniki baxışın daha ciddi aparılmasına xidmət edəcək. Bu yeni standartlar əsasən nəyə təsir edəcək? Bazarda ucuz və keyfiyyətsiz kontrafakt ehtiyat hissələrinin dövriyyəsi azalacaq. Texniki baxış daha ciddi xarakter alacaq. Qeyri-standart tüninglər, xüsusilə işıqdır, sükan, əyləş müdaxilələri problem yaradacaq, yəni avtomobil sahibləri üçün və ixal olunan avtomobillərə də bu standartlar tətbiq olunacaq. Amerika üçün, Asiya üçün, Rusiya üçün istehsal olunmuş avtomobillərin ixalında müəyyən məhdudiyyətlər yarana bilər. Bizim ölkəmizə yalnız bu standartlara cavab verən, yəni Avropa standartlara cavab verən nəqliyyat vasitələrinin ixalına yaşıl işıq yandırıla bilər. Bu sahədə ciddi boşluq var idi, çünki standartlaşdırma komitəsi ləğv olunandan sonra əməlli başlı boşluq yaranmışdı. Bu deməkdir ki, bundan sonra səs desibelinin ölçülməsidir, elektromaqnit uyğunluğu ilə bağlı məsələlərdir. Bunlar üzərində vahid müddəalar formalaşacaq. Qeyd edək ki, sözügedən dövlət standartı layihələri 2026-28-ci illər üzrə Milli Standartlaşdırma Proqramının icrası çərçivəsində Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi Yol Nəqliyyatı Standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı əsasında qəbul edilib və standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edilib.